Salam dəyərli dostlar, hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlər. Bugünkü videoda isə biz qeyd etməliyik, 12-ci sınavın izahlarını. 12-ci sınağa qədər olan izahları YouTube kanalımızdan izləyə bilərsiniz. Qeyd edək bir daha ki, 20 sınavdan ibarət Dövlət İmtahan Mərkəzinin paylaşdığı sınavlardır. Başlayaq sualların izahına. Birinci sualda qeyd olunur ki, A və B məntəqələrində yay gündönümü günü günorta vaxtı günəş şüaları eyni bucaq altında düşür. Deməli, A və B məntəqələri ya eyni paralel üzərindədir. Baxın, eyni paralel üzərindədir. Fərqli yarımkürələrdə olsaydı, bu zaman günəş ekvator üzərində olanda da eyni bucaq altında düşə bilir. A məntəqəsi ilə Bakı şəhəri arasında ən qısa məsafə orta miqyaslı qlobusda 4,44 cm olarsa, həmin gün B məntəqəsinə günorta vaxtı günəşin düşmə bucağını hesablayın. Biz ilk öncə orta miqyaslı qlobusun 50 milyon olduğunu bilirik. Bu zaman 5 sıfırı silsək 500 qalacaq miqyasımız. Xəritədəki məsafəmiz də 4,44 cm-dir. Həqiqi məsafəmizi tapmaq üçün 500 ilə 4,44 cm vurmalıyıq. X də bərabər olacaq 2220 kilometrə. 2220 kilometri çevirməliyik dərəcəyə. Bu zaman bunu da bölərik 111-ə. Bu da edər 20 dərəcə. Deməli, Bakıdan A və B məntəqələri 20 dərəcə deməli, nə? Bakı ilə bu məntəqələrin arasında 20 dərəcə fərq var. İndi burada qeyd olunur ki, həmin gün B məntəqəsinə günorta vaxtı günəşin düşmə bucağını hesablayın. Bakı 40 dərəcəlik şimal enliyində yerləşir. Biz hesabladığımız zaman qeyd edirik ki, 40 dərəcədən çıxmalıyıq 20 dərəcəni. Çünki buradan 20 dərəcəni tapdıq. Bu da edir 20 dərəcə. Yəni, deməli, A və B məntəqələri 20 dərəcə şimal enliyi üzərində zenitdədir. Daha doğrusu, 20 dərəcəlik şimal enliyi üzərində yerləşirlər. Və bu zaman günəş 23,5 şimal enliyində zenitdədir. Bu zaman B məntəqəsində günorta vaxtı günəşin düşmə bucağını hesablamaq üçün biz nə edərik? Deməli, yazmalıyıq. Biz bilirik ki, günəşin maksimum düşmə bucağı nə qədərdir? 90 dərəcə. Bizim enliyimiz hansıdır? 20. Deməli, günəşin zenitdə olduğu enlik hansıdır? 23,5. Yazmalıyıq. 90 minus 23,5 minus 20. Yəni 23,5-dən günəşin zenitdə olduğu enlikdən bizim yerləşdiyimiz məntəqənin enliyini çıxarır. 23,5-dən 20-ni, bu da edər 3,5 və 90-dan da 3,5-i çıxarır. Bu zaman da düzgün cavabı biz almalıyıq 86,5 dərəcə. Düzgün cavab D. Deməli, aydın oldu mu? Biz ilk öncə burada Bakı şəhəri ilə yerləşən, baxın, AB məntəqəsinin yerləşdiyi enlikləri tapdıq. Daha sonra isə günəşin düşmə bucağına əsasən düzgün cavabı biz tapa bilərik. Keçək ikinci suala. Qeyd olunur ki, paleotektonik proseslərin baş verdiyi ərazilər. Biz bilirik ki, tektonik proseslər iki cür olur. Paleotektonik və neotektonik. Paleotektonik qədim deməli ərazilərdə, platformalarda baş verən tektonik proseslərdir. Baxın, biz bura platformaları götürməliyik. 1 götürməliyik. Daha sonra baxın, 5-i götürməliyik və 4-ü götürməliyik. Baxın, 3-dür, 2-dir, 6-dır. Bunlar uyğun gəlməz. Çünki bunlar geosinklinal ərazilərə uyğundur. 1, 4 və 5. Düzgün cavab ikinci sualda A. Üçüncü sualda isə qeyd olunur, doğru sıraları müəyyən edin. Etna vulkanı Avrasiyadadır, fəaliyyətdə olan vulkandır, düzgün. Irsaba Şimali Amerikada fəaliyyətdə olan vulkandır, düzgün. Şasta Şimali Amerikada sönmüş vulkandır, yanlış. Çünki Şasta fəaliyyətdə olan vulkandır. 1-2 düz, 3 səhv. Chimborazo Cənubi Amerikada sönmüş, bəli, hündür sönmüş 6310. Elbrus Avrasiyada fəaliyyətdə olan, xeyr, sönmüş. Deməli, 1-2 və 4. C variantı olacaq, düzgün. Dördüncü sualda qeyd olunur, sxemdə ərazisindən dövlət sərhədi keçən hansı iki inzibati rayonun yerini dəyişdikdə ardıcıllıq doğru olacaq. Ardıcıllığı bizdən soruşur. Baxaq, Şəki, Qax, İmişli, Füzuli, Beyləqan. Baxın, İmişli daha sonra gələr Beyləqan, Beyləqandan sonra gələr Füzuli. Aydın oldu mu? Deməli, baxın, C variantı. Füzuli və Beyləqanın yerini dəyişsək, ardıcıllıq düzgün olacaq.
5-ci sualda isə deyir uyğunluğu müəyyən edin. Xəritə və plana aid olan uyğunluq yalnız böyük miqyasda təsvir olunur. Bu plan olacaq. Xəritə kiçik miqyasda da təsvir olunur. Böyük ərazilərin isə təsvirində biz xəritədən istifadə edirik. Ərazidə yalnız görünən komponentlər deməli təsvir olunur. Bu da aid olacaq plana. Təhrif olunur. Bu da aid olacaq plana. Generalizasiya çoxdur aid olacaq xəritəyə. Təbii və sosial-iqtisadi proseslər də həmçinin xəritədə təsvir olunacaq. Xəritə B, Y, F, plan A, C və D. Düzgün cavab 5-ci sualda B. 6-cı sualda qeyd olunur, xəritə sxemdə göstərilmiş dağ silsilələrinin mütləq hündürlüyünü artmasına görə deməli, düzün. Baxırıq. 1 olacaq Murovdağ, 2 olacaq Zəngəzur, 3 olacaq yan silsilə, 4 olacaq Talış dağları. Murovdağda 3724, Zəngəzurda Qapıcıq 3904, yan silsilədə Şahdağ 4243, Talış dağlarında Kömürgöy 2493, ən hündür nöqtələri. Deməli, biz burada artmasına görə dediyi üçün ən alçaqdan başlayarıq. Yəni Talışdan 4, daha sonra Murovdağ, Camışdağ, yəni ən hündür zirvəsi 1, Qapıcıq 2 və ən sonda yan silsilə 3. 4, 1, 2, 3. Düzgün cavab D. 6-cı sualın düzgün cavabı D. 7-də qeyd olunur ki, sxemdə M məntəqəsində havanın temperaturu 7,6, M-də 7,6, N-də isə 12,4 dərəcədir. Gəlin bunların arasındakı fərqi tapaq. 12,4-dən 7,6-nı deməli, çıxdığımız zaman qalacaq neçə? Deməli, 12,4-dən çıxmalıyıq 7,6-na. Bu da qalacaq 4,8. 4,8 dərəcəni indi biz nə etməliyik? Çevirməliyik hündürlüyə. Yəni, 1000-ə vurub 6-ya bölməliyik. Çünki 1000 metr qalxdıqca temperatur 6 dərəcədə aşağı düşür. 4,8-i deməli 1000-ə vurub böldüyümüz zaman 6-ya x bərabər olacaq 800. Aydındırmı? X bərabər olacaq 800-ə. Deməli, M və N-in arasında 800 metr fərq var. A nöqtəsində atmosfer təzyiqi 740 mm civə sütunu olarsa, K məntəqəsindəki atmosfer təzyiqini hesablayın. Baxın, biz buradan kəsmə yüksəkliyi tapa bilərik. M ilə N arasında 800-dürsə, baxın, bunların arasında 2 horizontal var. 800-ü bölərik 2-yə 400. Deməli, kəsmə yüksəkliyimiz 400 metrdir. Və A ilə K-nın arasındakı hündürlüyü tapmaq üçün, baxın, horizontalları saymalıyıq. 1, 2, 3, 4 və kəsmə yüksəkliyimiz 400 olduğu üçün 400-ü də biz kəsmə yüksəkliyi də horizontalların sayına vurmaqla, 4-ə vurmaqla tapmalıyıq nəyi? A və K məntəqəsi arasında olan hündürlüyü. Bu da edəcək 1600 metr. 1600 metri çevirməliyik atmosfer təzyiqinə, yəni bölməliyik neçəyə? 10-a. Bu da edəcək 160 mm civə sütunu və bizim deməli A məntəqəsində 740 mm civə sütunuydu və K-ya qədər biz çıxmışıq 160 mm civə sütunu. Deməli 740 mm civə sütunundan da çıxmalıyıq 160 mm civə sütununu. Bu zamanda düzgün cavab etməlidir 580 mm civə sütunu. Yəni düzgün cavab 7-ci sualda C. 8-də qeyd olunur, xəritə sxemə əsasən ümumi radiasiyanın miqdarının nisbətən az olduğu əraziləri və bunun səbəbini. Biz əsasən bura buludluluğun yüksək olduğu əraziləri götürməliyik. Baxın, deməli 1 olmaz. Deməli 2 olar Böyük Qafqazın cənubu, 3 olar Böyük Qafqaz, 5 olar Murovdağ, 4 olmaz, kontinental yağıntı azdır, 6 olmaz, yağıntı buludluluğu azdır. Baxın, 2, 3, 5 və buludluluğun yağıntının yüksək olması. Düzgün cavab A. Bunun nəticəsində nə? Günəş radiasiyası da, ümumi günəş radiasiyası da yüksək olacaq. Xəritə sxemdə verilən məntəqələrə aid doğru fikirləri müəyyən edin. Edək. 1. 3 və 5 yay ayları rütubətli keçir. 3 və 5 subekvatorial, bəli, yay ayları necə keçəcək? Rütubətli. 2. 2 və 4 buxarlanma miqdarı çoxdur. 2-də olar, amma 4-də baxın, 4-də mümkün buxarlanma çox olacaq. Buxarlanma qabiliyyəti yox, çünki burada yağıntı az düşür. Deməli, 2 yanlışdır.
3. 1-2 ifrat rütubətlənmə şəraitinə malikdir. 1 Böyük Britaniya mülayim dəniz, 2 deməli ekvatorial ya İndoneziya adaları, bunların hər ikisində ifrat rütubətlənmə olacaq. Deməli 3 də düzgündür. 4. 3-6 tropik müssonların 6-3 xeyri yanlışdır. 4. 4-6 yüksək təzyiq. 4-6 yüksək təzyiq tropik enliklərdə. Bəli, bu da düzdür. 6-1-5 qərb küləklərinin təsiri altındadır. 5 passat küləklərinin təsiri altında olaraq 6 da yanlışdır. Deməli, düzgün cavablar olacaq. 1, 3 və 5. 9-cu sualın düzgün cavabı C. 10-cu sualda qeyd olunur, orta duzluğa malik 10 litr okean suyundan alınan duzun miqdarı ilə Xəzər dənizinin cənubundan eyni həcmdə götürülmüş duzdan alınan duzun miqdarı arasında fərqi hesablayın. Biz bilirik ki, dünya okeanın orta duzluğu 35 promildir. 35. Və bizdən 10 litr okean suyundan alınan duzun miqdarını istəyir. Bunu vurmalıyıq 10-a. Düzdürmü? Daha sonra Xəzər dənizində isə 13 promildir. Düzdürmü? 13-ü də vurmalıyıq. Bunun üçün də 10 litrdən istəyir. 10-a. Bunların, yəni baxın, 35-i vurduq ona 350, 13-ü vurduq ona 130. 350-dən də 130-u çıxmaqla biz düzgün cavabı tapa bilərik. Aydındırmı? Yəni bunun düzgün həlli qaydası bu şəkildə olmalıdır. Biz fərqi tapdığımız zaman özünüz bunu hesablaya bilərsiniz. Düzgün cavab olacaq A variantı. 11-də qeyd olunur ki, davamlı inkişaf konsepsiyasına aid deyil. İqtisadi artıma nail olmağa aiddir. Faydalı qazıntı yataqlarının istismarı. Xeyr, bu aid deyil. İnsan hüquqlarının qorunması aiddir. Əhalinin iş yerləri ilə təmin olunması, ekosistemin bərpası. Bunlar hamısı aiddir. Amma faydalı qazıntıların istismarı davamlı inkişaf konsepsiyasına aid olmaz. Respublikamızda taxıl əkinləri geniş yayılsa da bu məhsullara tələbatın bir hissəsinin idxal hesabına ödənilməsinin səbəbi. Çünki məhsuldarlığın aşağı olması. Baxın elə A-da qeyd olunub. Məhsuldarlıq Azərbaycanda aşağı olduğu üçün taxıl əkinləri əsasən Qazaxıstandan və digər ölkələrdən idxal olunur. İşçi qüvvəsinin çatışmazlığı olmaz. İdxal məhsullarının daha ucuz olması. Xeyr. Yerlə emal imkanlarının məhdud olması, əhalinin təbii artımının daha yüksək olması, bunların əlaqəsi yox. Əlamətlərin aid olduğu təbii zona 13-cü sualda qeyd olunur. Asiyada meşə və səhra zonalarının arasında yerləşir. Asiyada meşə və səhra zonalarının arasında olacaq çöl zonaları. Ekvatordan cənubda yalnız Cənubi Amerikada mövcuddur. Bəli, pampalar. Afrikada və Avstraliyada yoxdur çöllər. Deməli, elə baxın, D-də çöllər qeyd olunduğu üçün 13-cü sualda düzgün cavabı D götürməliyik. 14-də qeyd olunur ki, Şərq yarımkürəsində yerləşən və müvafiq olaraq kənar daxili adalar arası mövqeyə malik olan dənizlər. Şərq yarımkürəsinin kənar dənizi olacaq, baxın, Cənubi Çin dənizi, Karib dənizi qərb yarımkürəsində ümumiyyətlə çıxarıq. Deməli, baxın, bir olacaq D, adalar arası olar burada Yava və iki daxili deyir. Daxili olacaq, deməli, Baltikdə Şərq yarımkürəsindədir və adalar arası da olacaq Yava. Deməli olacaq 1D, 2C, 3A. Düzgün cavab 14-də E. 15-də qeyd olunur ki, demoqrafik böhranın yarada biləcəyi problemlər. İşçi qüvvəsinin çatışmaması, bəli, demoqrafik böhran əhalinin təbii artımının aşağı olması deməkdir. Əsasən inkişaf etmiş ölkələr üçün xasdır. Bir olacaq. Urbanizasiya prosesinin idarə oluna bilməməsi. Xeyr, bu demoqrafik partlayışın olduğu ölkələrə aiddir. İmmiqrasiya nəticəsində ölkə əhalisinin milli tərkibinin dəyişməsi. Bəli, millətin qozalması. Bəli, immiqrasiyanın artması hesabına kənd əhalisinin payının artması. Xeyr, əhalinin həyat səviyyəsinin aşağı düşməsi aid olmaz. 1-3-4. Düzgün cavab 15-ci sualda D. 16-da qeyd olunur ki, çay yatağının önkəsinin sahəsi 15 metr kvadrat, su sərfi 90 metr kub santimetr saniyə olarsa, çayın axın sürətini metr bölünsün saniyə ilə müəyyən edin. Deməli, biz burada nə etməliyik? Çayın axın sürətini tapmalıyıq. Çayın axın sürətini tapmaq üçün çayın enkəsinin sahəsini, daha doğrusu çayın su sərfini bölərik enkəsinin sahəsinə. Yəni, 90-ı bölərik 15-ə. 90-ı 15-ə böldüyümüz zaman edəcək 6. Düzgün cavab 6 metr bölünsün saniyə, yəni C. 17-də qeyd olunur Bakı və Mingəçevir şəhərləri üçün ümumi əlamət.
həm ağır, həm də yüngül sənaye müəssisələrinə malikdir. Bəli, tamamilə düzgündür. Yerli xammal əsasən iri metallurgiya müəssisələri var. Xeyr, Mingəçevirdə olmaz. İqtisadi fəal əhalinin əsas hissəsi birinci sektorda xeyr, çalışmır hasılat nəzərdə tutulur. Nəqliyyatın bütün növləri inkişaf etməz. Əhalisi həm təbii, həm də mexaniki artım mənfi deyil. Deməli, bu 3 şəhərə uyğun olan əlamət olacaq A. 18-də isə qeyd olunur Türkiyənin digər müstəqil türk dövlətlərindən fərqləndirən əlamətlər. Ərazisi 2 qitədə yerləşir. Bu Qazaxıstana da aid olduğu üçün biri götürməməli. Baxın, biriləri çıxırıq, qalır B və D. Turizm təsərrüfatı güclü inkişaf etmişdir. Bəli. Bütünlüklə geosinkronal qurşaqda yerləşir. Xeyr, məsəl üçün bu Azərbaycana da aid ola bilər. Böyük kabotaj daşımalara malikdir. Bəli, bu türk dövlətləri içində təkcə Türkiyədə mövcuddur. Çayları həm Dünya okeanına, həm daxili evzaya aiddir. Bu Qazaxıstanda da olar. Dünya okeanına birbaşa çıxışı var. Bu da təkcə Türkiyəyə aiddir. Deməli, 2, 4 və 6. 18-ci sualın düzgün cavabı B. 19-da qeyd olunur ki, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının intensiv inkişafını təmin edir. A. Hazır məhsulların ixracının xarici investorlara sərf olması. B. Biotexnologiyanın inkişafı və ucuz işçi qüvvəsi ilə təminat, bunların əlaqəsi yoxdur. C. Deməli, aqroiqlim torpaq ehtiyatları ilə yüksək səviyyədə təminat, geniş daxili bazar və məhsulun maya dəyərinin aşağı olması, ASEK və aqrobiznesin, baxın, aqrar sənaye kompleksi və aqrobiznesin qarşılıqlı fəaliyyəti məhz inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının intensiv inkişafını təmin edəcək. 19-cu sualda düzgün cavab E. 20-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Təsərrüfat strukturunda 1 və 2 sektorların payı yüksəkdir. Yəni, hasilat və kənd təsərrüfatının inkişaf etməkdə olan ölkələrdə 3 və 4-cü sektorların isə inkişaf etmiş ölkələrdə. Yəni, xidmət və informasiya sahələri. Baxın, deməli, Nigeriya, Qazaxıstan, Azərbaycan, yəni 2, 3, 6 olacaq 1 və 2-ci sektorlar. İtaliya, İsveçrə, İspaniya, yəni 1, 4 və 5 olacaq 3 və 4-cü sektorlar. Baxın, düzgün cavab 20-də C olacaq. 21-ci sualda qeyd olunur ki, xəritə sxemdə işarələnmiş fiziki coğrafi rayonları üçün ümumi əlamətlər. Gəncə və Qanıxayır. İntrazonal landşaft yayılmışdır. Qanıxayır çayda olacaq, Gəncədə yox, biri çıxarır. Ərazisi 200 metrdən yüksəkdə yerləşir olacaq. Çayları kür hövzəsinə aiddir olacaq. Denudasiya prosesləri üstün olmayacaq. Ölkə arasında seysmik zonalar. Gəncə olar, Qanıxayır çay yox. Qışı quraq keçən mülayim isti iqlim tipi hər ikisində mövcuddur. Yağıntılar yayda düşür. Düzgün cavablar olacaq 2, 3 və 6. Yəni 21-ci sualın düzgün cavabı C. 22-də deyir Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Sırdərya və Kür çayları üçün oxşar və fərqli xüsusiyyətlər. Mənbəyi və mənsəbi türk dövlətləri ərazisindədir. Bu hər ikisinə aiddir. Sırdərya Qırğızıstandan başlayıb Aral dənizinə tökülür. Özbəkistan, Qazaxıstan sərhədinə, Kür çayı da Türkiyədən başlayıb Azərbaycan ərazisindən keçib Xəzərə tökülür. Mənsəbi okean səviyyəsindən yüksəkdə olacaq Sırdərya, çünki qeyd edirik Aral dənizi okean səviyyəsindən yuxarıdadır. Mənsəbi okean səviyyəsindən aşağıda olacaq Kür çayı, Xəzər səviyyəsi. Buzlaq suları ilə əsasən qidalanacaq Sırdərya yüksək dağlıqdan başlayır. Daxili axar hövzəyə aid olacaq. Hər ikisi suvarmada, hər ikisinin rolu yüksək olacaq. 1, 2, 4, 2, 3, 3, 1, 5, 6. Düzgün cavab 22-də A. 23-də qeyd olunur ki, ölkənin dəmir yollarının uzunluğu 8500 km, sıxlığı isə 0,17 km bölünsün kilometr kvadratdır. Ölkənin sahəsini hesablayın. Deməli, dostlar, biz ölkənin sahəsini necə hesablayarıq? Biz sıxlığı tapmaq üçün nə edirdik? Ölkənin sahəsini bölərdik dəmir yollarının uzunluğuna. Burada isə əksin edərik. Yəni, ölkənin dəmir yollarının uzunluğunu 8500 km bölməliyik. Sıxlığa 0,17-yə. 8500-ü də 0,17-yə böldüyümüz zaman edəcək 50.000 kilometr. Bu ölkənin ümumi sahəsi 50.000 kilometr kvadrat olacaq.
24-cü sualda isə qeyd olunur. Qoruq və milli parkların yerləşdikləri ərazilərin mütləq hündürlüklərinin azalma sırasını müəyyən edin. Baxın, burada ən yüksəkdə olacaq Qaragöl, vulkanik yayladadır. Daha sonra olar Göygöl, burada. Eldar Şamı da Şirvana nisbətən Ceyran çöldə yüksəkdədir. Ən aşağıda isə Şirvan dəniz səviyyəsində, Xəzər dənizinin səviyyəsində, okean səviyyəsindən aşağıda yerləşir. 3, 4, 1, 2. 25-də qeyd olunur ki, Respublikamızda sahəcə ən kiçik iqtisadi rayona aid olan əlamətlər. Respublikamızın sahəsi ən kiçik olan iqtisadi rayonu olacaq hansı? Bakı. Bakıya aid olan xüsusiyyətləri tapmalıyıq. Ən iri SES və ES-lər bu iqtisadi rayonda yerləşmez. Ərazisindən 1000 metrdən yüksək dağlar üstünlük təşkil etməz. İqtisadiyyatında kənd təsərrüfatının payı çox azdır, bəli. Zəngin qeyri-filiz və filiz ehtiyatlarına malik deyil. Ən yüksək urbanizasiya buradadır, bəli. Mühüm nəqliyyat və sənaye mərkəzidir, təbii ki. 3, 5 və 6. 25-ci sualın düzgün cavabı. 26-cı sualda isə qeyd olunur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri üçün oxşar xüsusiyyətləri müəyyən edin. Əhalisi İndo-Avropa dili ailəsinə mənsubdur. Bu, İspaniya üçün doğrudur romanlar. Birləşmiş Ərəb Əmirliklərində isə ərəblər Sami-Hami dili ailəsinə aiddir. Bir yanlış. Yarımadada yerləşir, bəli. İspaniya, Bruney, Birləşmiş Ərəb Əmirlikləri, Ərəbistan yarımadasında oxşar əlamətdir. İmmiqrasiya prosesləri üstündür, bəli. İspaniya inkişaf etmiş ölkələr sırasına daxildir, orta inkişaf səviyyəsinə. Turizm yüksək inkişaf edib. Birləşmiş Ərəb Əmirliklərində isə neft ölkəsi olduğu üçün immiqrasiya xüsusilə Cənubi Asiya, Cənub-Qərbi Asiya ölkələrindən, Hindistandan, Pakistandan Birləşmiş Ərəb Əmirliklərinin immiqrasiya işləmək üçün gələnlərin sayı üstünlük təşkil edir. Onun üçün 3-ü də götürməliyik. Xarici ticarətdə daha çox hazır məhsul satışa çıxarır. Bu Birləşmiş Ərəb Əmirliklərinə aid olmaq, çünki burada əsasən xammal, yəni neft və qaz satışa çıxarılır. İşçi qüvvəsinin artıqlığı problemi özünü göstərir. Xeyr, əksinə, işçi qüvvəsinin çatışmazlığı problemi özünü göstərir. Deməli, 26-nın düzgün cavabı 2 və 3. 27-də qeyd olunur, uyğunluğu müəyyən edin. Böyük Qafqaz dağları, Kiçik Qafqaz, Talaş dağları, mineral bulaqlar. İsti su Kəlbəcər olacaq Kiçik Qafqaz. Şırlan Şuşa bu da olacaq Kiçik Qafqaz. Meşəsu Lənkəran bu olacaq Talaş dağları. Qalaltı Şabran, Xaşı Quba, bunlar da olacaq Böyük Qafqaz dağları. 1D, Y, 2A, B və 3 C variantı olacaq uyğun. Gəlin indi isə keçək, deməli, situasiya tipli tapşırıqların izahına. Situasiya tipli tapşırıqda qeyd olunub ki, Madaqaskar adasının iqliminin formalaşmasında passat küləkləri əsas rol oynayır. Adanın mərkəzində yerləşən dağların şərq yamacları rütubətli, qərb yamacları isə quraqdır. Mətnə əsasən adadakı hakim küləklərin istiqamətini və dağların külək tutan və tutmayan yamaclarını müəyyən edin. Madaqaskarda hakim küləklər olacaq passat küləkləri. Passat küləklərinin də istiqaməti olacaq cənub-şərqdən şimal-qərbə doğru. Və bu dağların külək tutan yamacı isə şərq yamacları olacaq, qərb yamacları isə külək tutmayan yamacları olacaq. Çünki bu küləklər şərq istiqamətindən əsdiyi üçün dağların şərq yamacları külək tutan və yağıntıların çox düşdüyü yamaclar olacaq. 29-da isə qeyd olunub, mətnə əsasən dağların yamaclarında fərqli iqlim şəraitinin formalaşmasının səbəbi və biz burada qeyd edə bilirik ki, dağların külək tutan yamaclarında deməli qalxan hava yağıntı verir, yəni yağıntı çox düşür. Əks yamacda isə, qərb yamacda isə enən hava mövcud olur, yəni hava doyma həddindən uzaqlaşır və yağıntı olmur. Beləliklə, biz qeyd edirik ki, bu dağların hər iki yamacı bu xüsusiyyətlərinə görə fərqlənir. 30-cu sualda qeyd olunur ki, yamaclarında yağıntıların paylanmasına görə mətndə verilmiş adadakı dağlar ilə oxşar təbii şəraitə malik olan əraziləri xəritə sxemi əsasən müəyyən edib yazın. Baxın, bu olacaq Himalay dağları, biz bilirik Himalay dağlarıdır. Musson küləklərinin təsiri ilə yağıntılar cənub yamaclarına düşəcək. Daha sonra baxın olacaq Kordilyer dağları, Sakit okeandan gələn hava kütlələrinin təsiri ilə yağıntılar düşəcək dağların deməli
qərb yamaclarına və böyük su ayırıcı dağları, həmçinin böyük su ayırıcı dağlarını da biz qeyd edə bilərik ki, böyük su ayırıcı silsiləsi də deməli, Madaqaskarda olduğu kimi külək tutan, yəni şərq yamaclarında yağıntılar daha çox düşür. Qərb yamaclarında isə əksinə. 12-ci sınağın da sonuna gəlib çatdıq. Ümid edirəm ki, izahımız faydalı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.